qaraciyər. Salamlayırıq hər kəsi. Demək, mövzumuz qaraciyərin əhəmiyyətidir. Bugün bizlər çıxış edirik. Mən Səbinə Şıxqayıbova, Sevinç Əliyeva və Zəhra xanım Ağayeva. Demək, qaraciyər haqqında bir çoxları məlumat bilir və bilir ki, bu orqan nə dərəcədə həyati fəaliyyətimiz üçün mühüm bir orqandır. Qaraciyər orqanizmdə yerləşməsini deyir. Bir çoxları heç qaraciyərin yerləşmə yerini bilmir. Bu, qarnın yuxarı hissəsində sağ qabırğanın altında yerləşir. Ümumi çəkisi 1500 qramdır. Amma onun gördüyü iş daha böyükdür. Həyat fəaliyyətimiz üçün mühüm olan bir orqandır və buna lal orqan deyirlər. Nə üçün bu belə adlanır? Çünki qaraciyərdə gedən proseslər, olan xəstəliklər özünü birincidən biruzə vermir və ağır səviyyəyə keçəndə artıq biruzə verilir. Bunu isə geri qaytarmaq, yəni əvvəlki vəziyyətinə qaytarmaq çox çətin başa gəlir. Buna görə də hər kəs öz qaraciyərini tanımalıdır, bilməlidir və ona nələr təsir edir, o hansı funksiyaları yerinə yetirir deyə məlumatlı olmalıdır ki, onun əhəmiyyətini bilsin. Qaraciyərin funksiyaları çoxdur. Mən bugün onları ümumiləşdirmək istəyirəm bir neçə punkt altında. Demək, birincisi, qaraciyərimiz bizim zərərli maddələrdən qoruyan bir orqanımızdır. Zərərli, belə deyək, qaraciyər bir növ orqanizmin laboratoriyasıdır. Yəni, bu laboratoriya filtrlər əsasında orqanizmi qorumaq üçün təşkil olunmuş bir orqandır, belə başa düşək. Orqanizmə daxil olan müxtəlif toksinlər, bu istəyir yediyimiz qidalar vasitəsilə, istəyir hava vasitəsilə daxil olan toksinlər qaraciyərdə filtrdən keçərək təmizlənir. Bu proses baş verməzsə, orqanizm bəlli məsələdir ki, xəstəliklərə tutulur. Bundan başqa, içdiyimiz, qəbul etdiyimiz, indi bu bizə aid deyil, çünki biz artıq mümkün qədər özümüzü kimyəvi dərmanlardan uzaq tutmağa çalışırıq. Orqanizmi möhkəmlədirik, lazımı olan məhsulları vaxtı-vaxtında içirik ki, bizim kimyəvi dərmanlara ehtiyacımız qalmasın. Bu kimyəvi dərmanlar qaraciyərə təsir göstərir və qaraciyərin mühüm xüsusiyyətlərindən biri həmin bu dərman qalıqlarını orqanizmdən uzaqlaşdırmasıdır. Bundan başqa, müxtəlif mənşəli, zərərli, toksiki maddələri orqanizmdən uzaqlaşdırır. Yəni, bir növ filtr rolunu oynayır. Digər bir funksiyası isə qaraciyərin öd və sidik cövhəri ifraz etməsidir. Bu, nə üçün lazımdır? Demək, öd istehsalı, ümumiyyətlə, öd orqanizmdə yağların həzm olunmasına cavabdeh olan bir maddədir və bunu qaraciyər ifraz edir, ötürür bağırsağa. Artıq bağırsaq orada ödün orqanizmə daxil olan qidaların və həzm olunmasına işlədir. Sidik cövhəri necə olur? Demək, sidik cövhəri də qaraciyərdə yaranır, keçir qana, qan vasitəsilə böyrəklərə ötürülür və böyrəklərdə bildiyimiz kimi öz funksiyasını yerinə yetirir. Digər bir funksiyası maddələr mübadiləsinə cavabdehlik. Maddələr mübadiləsi nə üçün lazımdır? Biz bilirik ki, bizim orqanizmimizə zülallar, yağlar və karbohidratlar daxil olur və bunların balansı qorunmazsa, orqanizmdə nə baş verər? Bir xaos yaranar. Qaraciyər məhz bu mübadiləni həyata keçirir. Yəni, bu mübadiləni, bu balansı normada saxlayır ki, orqanizmdə gedən proseslər qaydasında olsun. Bir də qaraciyərin bir xüsusiyyətini deyim. Demək, qaraciyər orqanizmə daxil olan şəkərin, ümumiyyətlə orqanizmdə olan şəkəri müəyyən bir maddə formasında saxlayır və lazım olduqda onu qlükozaya çevirir. Buna görə də qaraciyərin mühüm əhəmiyyəti var. Məhz şəkərli diabetlə, indi bir neçə dəqiqələrdən sonra Sevinç xanım məlumat verəcək, şəkərli diabet probleminin yaranması da birbaşa qaraciyərimizlə bağlıdır. Dördüncü funksiyasını deyim sizə, bu vitamin və mineral deposu. Yəni, bizim qəbul etdiyimiz qidalardan, bioloji qida əlavələrindən daxil olan vitaminlər və minerallar
Bir çoxu. Bunlardan demək A, D, Y, K vitamini, B12 vitamini və minerallardan dəmir. Orqanizmdə yalnız və yalnız qaraciyərdə depo yaradır və orqanizmə bu maddələr lazım olduqca qaraciyər bunları mərhələli şəkildə orqanizmə verir. Bundan başqa bir funksiyası da var ki, zülal sintezi. Zülal biz bilirik ki, orqanizmin var olmasında mühüm maddələrdən biridir və zülalların orqanizmdə normada olması, balansda olması birbaşa qaraciyərin funksiyasıdır. Qaraciyərin sonda saxladığım bir funksiyasını deyim. Bu immunitet məsələsidir. Yəni immunitetə cavabdehlik. İmmunitet üçün cavabdeh olan demək olar ki, bütün orqanlarımız var. Yəni bütün orqanlar immunitetə cavabdehliyi daşıyır. Onlardan birincisi də bizim qaraciyərimizdir. Ümumiyyətlə qaraciyərdə bəzi immun hüceyrələr var ki, bunlar birbaşa infeksiyalarla mübarizə aparır və orqanizmin infeksiyalar tərəfindən hücumunun qarşısını alır. Ona görə də orqanizmə daxil olan infeksiyalar orqanizmdən qaraciyər vasitəsilə uzaqlaşdırıldığına görə immunitet də normal olur. Bu sadaladığım əslində çoxdur. Sadəcə ümumiləşdirilmiş formada. Yəni hər punkt haqqında geniş məlumat vermək olardı. Mən sadəcə hamının başa düşəcəyi bir kontekstdə izah etməyə çalışdım. Bundan başqa ümumiyyətlə funksiyasını bildik və qaraciyərimizə belə deyək ki, hansı faktorlar təsir eləyə bilər? Bunları biz ümumiləşdirmişik. Amma bunu bir məsələni qeyd etmək lazımdır ki, əgər əvvəllər böyük şəhərlərdə yaşayan insanların qaraciyər problemlərlə tez-tez rastlaşmasını deyirdilərsə, artıq bunu biz kənd və rayonlarımızda da müşahidə edirik və statistikaya görə qaraciyərlə bağlı müraciət edənlərin böyük əksəriyyəti rayonlardan, kəndlərdən gələnlərdir. Bunlar hamısı insanların maarifsizliyindən irəli gəlir. Çünki artıq ekologiyamızda baş verən dəyişikliklər təkcə şəhər mühitində hiss olunmur, həm də rayon və kəndlərdə də hiss olunur. Düzdür, şəhərlə müqayisədə hələ orada kifayət qədər təmiz hava, təmiz qida tapmaq olar, amma nə yazıq ki, bu ümumilikdə yer kürəsinə aid olan bir məsələdir. Və bunun qarşısını almaq üçün maariflənmək mühümdür. Amma gəlin indi qaraciyərə təsir edən faktorları biraz sadalayım. Demək, bunlardan birincisi çirkli hava. Xüsusilə də şəhərlərdə avtomobil qazları, sənaye tullantıları, xüsusi toz hissəcikləri daha çox hiss olunur. Və meşə zolağının, yəni ağacların az olması buna bir növ şərait yaradır. Digər bir xüsusi belə deyək, təsir edən amillərdən kimyəvi maddələr. Yəni kimyəvi maddələrə məruz qalan qaraciyər əlbəttə ki, xüsusi dəyişikliklərə məruz qalacaq və xəstəliklərə gətirib çıxaracaq. Kimyəvi maddələr daha çox şəhər ətrafında olur, müxtəlif zavod və fabriklərdə. Şəxsən mən özüm Sumqayıt şəhərində yaşayıram və Sumqayıt sənaye şəhəri olduğuna görə Sumqayıtın havasını, Sumqayıtdan bir az hər hansı bir rayon istiqamətində hərəkət etdikdə havadakı o ağırlığı biz hiss edirik. Yəni bu o dərəcədə hiss olunur. Bundan başqa stres və həyat tərzi. Hal-hazırki dünyamızda bizim bu çətin şəraitdə, məişət problemləri, müxtəlif işlərdə stresslər, yəni dəyişən dünyamızla, inkişaf etməkdə olan dünyamızda stress də paralel gedir. Və stress birbaşa qaraciyəri dağıdır. Bunu birmənalı olaraq həkimlər də, mütəxəssislər də qeyd edirlər ki, stressin zərbə vurduğu ilk orqan qaraciyərimizdir. Və bununla yanaşı stresi yaradan da bizim həyat tərzimizdir. Elm və texnologiyanın inkişafı ilə bağlı bu telefonları, müxtəlif qəzetlərdən istifadə etmə və əsasən günün ikinci yarısında, yəni işdən sonra daha çox bunlara meyillilik və gecənin geç saatlarında telefonla, televizorla və yaxud da ki, notebookla olsun məşğul olan insanlarda artıq belə orqanizmin bioloji ritmi pozulur. Və bioloji ritm pozulduqda da nə olur? Birbaşa qaraciyərə təsir edir.
Digər bir qaraciyərimizi təsir edən amillərdən biri də alkoqollu və alkoqollu içkilər və dərman vasitələri. Bir də hal-hazırda əsrimizin bəlasına, dünyamızın bəlasına çevrilən bu energetik və qazlı içkilər. Bütün bunlar orqanizmi dağıdır və xüsusilə də birbaşa qaraciyərə. Çünki bizim qaraciyərimiz filtrdir. Biz dedik axı laboratoriyadır. Orqanizmə nə daxil olursa, qaraciyərdə işlənmədən keçir və bu işlənmə zamanı ayrılan o toksiki maddələr, biz deyirik ki, qaraciyərimiz toksiki maddələri orqanizmdən uzaqlaşdırır. Bu zaman özü də zərər görür, özü də yorulur. Və mümkün qədər insanlara maarifləndirmə işi aparmaq lazımdır ki, mümkün qədər, yəni biz həyat tərzindən uzaqlaşa bilmirik. Yəni bunu qəbul edirik ki, iş, güc, evdə işləmə, bizim işimiz bir tərəfdən yaxşıdır ki, biz özümüz öz günümüzü təyin eləyə bilirik. Amma bu heç də hamıya aid olan bir şey deyil. Amma ən azından kimyəvi dərmanlardan, alkoqollu içkilərdən, bu qazlı müxtəlif sərinləşdirici içkilərdən, xüsusilə energetik içkilərdən mümkün qədər uzaq durmaq lazımdır. Bu böyük bir qlobal bir problemdir. Nəinki qaraciyərin problem yaradır, bu həm də bəlamıza çevrilən sonsuzluğa qədər gətirib çıxara bilir. Ona görə də mümkün qədər ətrafımızdakı o insanlara biz çalışmalıyıq ki, qaraciyərin əhəmiyyəti haqqında məlumat verək və qaraciyəri nə cür qoruya bilərik, ona nə cür kömək edə bilərik, bu haqda məlumat verməliyik. Bizim şirkətimiz çox gözəl məhsullar istehsal edir. Bunu vurğulamağa ehtiyac da yoxdur. Qaraciyər üçün silsilə məhsullarımız var ki, bunlar çox gözəldir və çox gözəl nəticələrimiz var. Şəxsən mən özüm nəticə almış adamam qaraciyərlə bağlı, mədə-altı vəzinlə bağlı. Ona görə də hər zaman hər kəsə məsləhət görürük ki, qaraciyərinizin qədrini bilin. Çünki qaraciyərin laboratoriya olması, onun heç də həmişə güclü olması demək deyil. Biz ona mümkün qədər kömək etməliyik. İndi mən sözü verirəm Sevinç xanıma. Sevinç xanım qaraciyərin problemlərindən bəhs etsin və davamı ilə Zəhra xanım. Buyurun Sevinç xanım. Sabahınız xeyir olsun hər birinizin. Mən də demək istəyərdim ki, bəli, həmin Səbinə xanımın sadaladığı bütün proseslərdə qaraciyər iltihablaşır. Yəni düzgün qida olmadığı halda, hava təmiz olmadığı halda, içdiyimiz sulardan və doğru düzgün yatmadığımız halda qaraciyər iltihablaşır. Burada nə baş verir? İltihablaşanda artıq qaraciyərin o bizim ambar saydığımız qaraciyər bizim özünə də kömək edə bilmir. Çünki artıq məruz qalır o problemlərin hamısına. Ona görə də nə etmək lazımdır? Yəni belə deyək, ilk öncədən diqqət eləmək mütləqdir. Yeməyimizə, qidamıza, havamıza, daha doğrusu belə deyək də, yəni istər-istəməz gün ərzində aktiv o həyat keçirməyimiz daha yaxşıdır ki, qaraciyərimizdə fəaliyyətini itirməsin. Burada iltihablar baş verir. Birinci növbədə viruslardan yaranır. Hepatit B, hepatit C, hepatit A, ən son məqamda qaraciyər bərkiməsi və eyni zamanda da qaraciyər xərçəngi yaranır. Bunların yaranma səbəbi də dediyimiz kimi o başlanan problemlərdəndir. Yəni biz nə etməliyik? Qaraciyəri müdafiə etmək üçün hər bir belə deyək, istifadə etdiyimiz qidalarımıza yenə diqqət etməliyik. Qaraciyərin hepatit B əlamətini bilmək üçün birinci növbədə onun daşıyıcısı olduğum üçün mən demək istəyərdim ki, heç vaxt yəni bilməzdim ki, bu qədər problem gəlib çıxar. Səbinə xanım ilk öncədən qeyd elədi ki, lal orqan olduğuna görə heç cürə bildirmir. Ağrını bildirmir, sancını bildirmir. Yəni hansısa bir belə deyək də əlamətləri olmur ki, insan gedə. Yəni gedib özünə müalicə edə. Yəni mən testin birində bildim ki, qaraciyərdə funksiya tamamilə dəyişib, hepatit B virusuna yoluxmuşam, artıq daşıyıcısıyam və mən çox şükürlər olsun ki, həkimlərin müalicəsini götürmədim. Belə deyək də, o əlamətləri görəndə ki, mənim qaraciyərimdə hepatit B-nin səbəbi mənim göz qabiliyyətimdə, belə deyək də, biraz necə deyim, sarılıq, ondan sonra dırnaqlarda sarılanma, ondan sonra halsızlıq, yorğunluq, bunların hamısı demək məndə var idi. Amma mən qaraciyərin bundan irəli gəlməyini, qaraciyərin problemi yaranmağını bilmirdim. Yəni bu halsızlıqdır, yorğunluqdur, insan halıdır da. Deyirdim ki, yəni halsızlıq olmağım qaraciyərlə bağlı olmaz. Yəni ağlıma gəlməzdi ümumiyyətcə. Yəni bu etapları gedib görəndə testdən sonra, yəni mən baxdım ki, bəli, məndə qaraciyərdə olan iltihabın səbəbləri var. Yəni halsızlığım, yorğunluğum, çəki artımlığı, birdən-birə çəkinin artımlığı və
belə deyək, insulin dirənci də birbaşa bura belə deyək də necə deyim, rol oynayır. Çünki niyə? Heç cürə yedikcə arxlaya bilmirdim və pəhriz etdikcə də yenə də qaraciyər iltihablaşması o qədər güclü idi ki, istədiyim çəkiyə düşə bilmirdim. O yaxlarda ağrı baş verir, ondan sonra təngi nəfəslik baş verir. Dediyimiz kimi saç tökülməsidir, əlimdə ləkələr baş verdi, üzdə ləkələr baş verdi. Demək sən demə, qaraciyər artıq öz funksiyasını itirib. Mən də təbii ki, onun üçün təbii müalicə indi birazdan deyəcəm, irəliləyən dəqiqələrimizdə. Hepatit B daşıyıcısı olduğuma görə bu əlamətləri mən araşdırıb bilirəm və hepatit C, hepatit A belə bildiyimə görə hepatit C heç cürə belə deyək də sağalmayan, səhv etmirəmsə bir virusdur. Hepatit B-nin nisbətində hepatit C gec sağalır. Ümumiyyətcə getməyən bir viruslardır, ümumiyyətcə. Biz gərək orqanizmamızı aktivləşdirək. Qaraciyərimizin müdafiə hər zaman edək ki, həmin problem, belə deyək də, viruslar aktivləşməsin. Qaraciyər xərçəngidə təbii ki, artıq son məqamda gəlir. Artıq bu virusların qarşısını almadığımız halda, diqqət etmədiyimiz halda artıq qaraciyərin bərkiməsindən artıq qaraciyərə xərçəngi yaranır. Bu da təbii ki, artıq heç cürə belə deyək də, nə qədər enerji sərf etsək də, pul əlavə etsək də, yəni gec belə deyək, sağalma ehtimalı tam olaraq olmur. Çünki artıq belə deyək, hüceyrəvi səviyyədə belə deyək, xərçəng virusuna yoluxan, daha doğrusu virusdan əmələ gələn xərçəng artıq öz işini görür. Yəni bilirsiniz ki, xərçəng xəstəliyi nadir halda sağalan bir xəstəlikdir. Ona görə də heç cürə olmur. Yəni tam olaraq həkimlər də onun belə deyək də müalicəsinə qaranti vermir. Buna görə də biz nə etməliyik? İlk öncədən yediklərimizə diqqət etməliyik, içdiklərimizə, yatdığımız saata qədər. Məsələn, Səbinə xanım vurğuladığı kimi, yəni yatmağa da diqqət etmək lazımdır. Qaraciyərdə saat 11-də funksiyanı özü yerinə yetirir. Çox gözəl yerinə yetirir. Bölgələrə bədən belə deyək də mənimsəmək üçün, bütün orqanlar mənimsəmək üçün ambar olduğu üçün bütün vitamin, mineralları verir. Ona görə biz ona da diqqət etməliyik. Və nə etməliyik? Şirkətimizin dəyərli məhsullarına və dediyimiz kimi hər zaman qəbul edək. Çünki bizim məhsullar qida əlavəsidir, dərman deyil. Mənim özüm müalicəni alanda heç cürə aptekaya müraciət eləmədim. Yaxınlaşdım, 3 kurs burada müalicə götürdüm. Nəticəm çox şükür yaxşıdır. Hepatit B dediyim kimi bloklaşan bir belə deyək də virusdur. Sağalan bir virus olmadığına görə, yəni də aradan qalxan bir virus olmadığına görə mən hər zaman evimdə, yəni öz müalicəmi özüm üçün qidalarımla yanaşı qida əlavələrimə də diqqət edirəm. Hətta belə qidalar, belə deyək də, nə qədər gözləsək də bilirik ki, o təmiz deyil. Mütləq qida əlavəsini artıq təcrübə ilə qəbul edirəm. Məsələn, ən birinci deyək ki, Sinxaptral 4 var bir məhsulumuzda. Demək olar ki, qaraciyərin tam olaraq müdafiəsinə kömək edən bir vasitədir. Öd yollarını təmizləyən, tənzimləyən vasitədir. Öd qovucu belə deyək də vasitədir. Tərkibi də zəngindir. Tərkibində dazotu var. Tərkibində dazotu bilirsiniz ki, əsəb sakitləşdirməyə kömək edir. Eyni zamanda bu momentdə bizim həm mədə-bağırsaq traktımızda rahatlaşır, eyni zamanda bədəndə belə deyək də funksiya aktivləşir. Qaraciyərin enginar adlı bir bitki var. O da bizim Sinxaptral 4-ün tərkibindədir. Enginar bizim qaraciyərimizin yağlanmasının qarşısını alır, çirklənməsinin qarşısını alır, təmizləyir, qanda şəkəri azaldır. Dediyimiz kimi, mədə-altı vəzi də çox gözəl tənzimləyir. Bayaq Səbinə xanım dedi, belə deyək də, şəkərlə bağlı. Bəli, biz belə deyək, açıq deyim, kola içiriksə əgər, birinci növbədə şəkər olduğuna görə mədə-altı vəzimiz tamamilə bərbad vəziyyətdə olur. Yəni ki, çünki şirniyyat, nə qədər şirniyyat yesək, mədə-altı vəz tamamilə bərbad olur. Eyni zamanda qaraciyər burada funksiyasını itirir. Qaraciyərin piylənməsinin səbəbi ilə yediyimiz qidalarımızdan da yanaşı şirniyyat mütləqdir. Yəni şirniyyatı nə qədər həyatımızdan kənar etsək, o qədər yaxşıdır, o qədər özümüzü sağlam və gümrah hiss edərik. Məndən bu qədər. Düşünürəm ki, yetərincə məlumat oldu və mən digər spiker Ağayeva Zəhra xanıma
komandamın üzvünə sözümü vermək istəyirəm və ən mühüm məhsullardan biri çay haqqında danışacaq. İnşallah sözü verirəm ona. Axşamınız xeyir. Mən də çay nömrə 6-dan danışacağam. Qaraciyərimizə çay nömrə 6 yaxşı gəlir, təmizləyir, təmizləməyə kömək eləyir. Tərkibində olan dazotu, nanə və dağ tərxunu çiçəkləri və qarğıdalı sütunlarının yaradılmış kompozisiya qaraciyərin hüceyrələrini təmizləyir, iltihabı aradan qaldırır. Dazotu həzm sistemini normallaşdırır, toksinləri çıxarır, maddələr mübadiləsini yaxşılaşdırır, nanə toksinləri təmizləyir, həzm sistemini yaxşılaşdırır, gərginliyi aradan qaldırır, dağ tərxunu iltihabı aradan qaldırır, öd kisəsini, qaraciyərin və bütün həzm sisteminin işini faydalı təsir göstərir. Çoban yastığı toksinləri təmizləyir, bağırsağın normal işləməsinə kömək edir, həzmi yaxşılaşdırır. Qarğıdalı sütunları, qaraciyəri və öd kisəsini düzgün işləməsinə kömək edir. Qaraciyəri işini normallaşdırır, spazmları aradan qaldırır. Qida ilə orqanizmə yerləşən toksinləri təsirsiz hala gətirir. Həzmi yaxşılaşdırır. Məndən bu qədər. Çox sağ olun Zəhra xanım. Və mən bir şey qeyd edeyim. Siz nömrə 6 çay haqqında vurğuladınız. Orada dağ tərxunu haqqında məlumat verilir. Dağ tərxunu çiçəkləri və qurd parazit proqramında da bu məhsul çox əhəmiyyətlidir. Ona görə də qurd parazit proqramında həmişə biz nömrə 6 çayı təklif edəndə vurğulayırıq ki, bu həm qaraciyəri təmizləyir, həm də eyni zamanda orqanizmdə, təkcə qaraciyərdə deyil, bütün orqanlarda qurd yumurtalarının, qurd parazitlərin təmizlənməsinə təsir edir. Bundan başqa da bu çayımızın tərkibində qarğıdalı saçaqları var ki, bu da təkcə qaraciyərimiz üçün deyil, həm də böyrəklərimiz üçün əvəz edilməz bitkidir. Bayaq danışdığım vasitə indi burada yəqin ki, yeni qoşulanlar da var. Səbinə xanım, əlavə etmək istəyərdim ki, Sinxaktura 4, baxın bu vasitədir, ola bilər ki, tanımır. Yəni bu vasitə tam olaraq hepatit C-nin də qarşısını almağa kömək edir, yəni ona da kömək edir. Birbaşa ümumiyyətcə qaraciyər iltihabını aradan qaldırır, virusu aradan qaldırır və mədə-altı vəzi və eyni zamanda öd yollarını da dəstəkləyir, kömək edir. Bütün hepatit belə deyək də virusunun qarşısını almağa kömək edən bir vasitədir. Hər kəsə də tövsiyə edirəm. Ümumiyyətcə gözləməyin ki, belə deyək də problem yaransın. Gözləməyin. Yəni siz onun qarşısını almağı daha yaxşıdır. Mən çünki həyatdan keçirirdim ki, bu müddətdə mən necə təmizləyəcək qaraciyəri, necə olacaq? Yəni mən hər belə deyək, ay içirəm onu. Hər ay yox demək olur ki, hər gün içirəm. Yəni ay-bay dəyişirəm məhsullarımı. Çünki niyə? Qorxuram ki, aktivləşər. Yəni aktivləşməyə imkan verməyin. Bir dəqiqə göylərimiz, tərəvəzlərimizi bir dəqiqə içində tərkibində qurd var, parazit var. Düzdürmü? Onu biz nə qədər yusaq da, sirkəli suya qoysaq da ehtimalca biz belə deyək də bilməyəcək təmiz. İstədiyimiz kimi nəticə ala bilmərik ki, yəni o təmizdir həqiqətən. Amma biz bunu qəbul edəndə istər çay nömrə 6 olsun və digər vasitələr var ki, biz bugün mövzunu 2 məhsuldan qoymuşuq. Onu tam olaraq istifadə etməklə biz qaraciyərimizi müdafiə edirik. Bu qədər, təşəkkür edirəm. Çox sağ olun Sevinç xanım. Sevinç xanımın sözünə qüvvət. Mən həmişə vurğulayıram ki, ümumiyyətlə qaraciyər məhsulları hər kəs üçündür. Xüsusilə də vurğulayıram, hal-hazırda biz bilirik ki, bəlkə də statistikanı düz vermənəm, əksər insanların öd əməliyyatı olunub və ödləri götürülüb. Bax, o cür insanlara da biz mütləq şəkildə vurğulamalıyıq ki, öd götürülübsə, bu o demək deyil ki, öd sadəcə olaraq orqan götürülüb. Beyin onu yerində bilir və öd birbaşa qaraciyərə axıdılır. Amma öd yolları ki, yerində olduğuna görə öd yollarının da bərkiməsi baş verir. Bax, Sinxraftal 4 məhsulu öd yollarının bərkiməsində də xüsusi rol oynayır. Çünki mənim anamda şəxsən elə bir problem olmuşdu. Mən onu həkim yazdığı dərmanları deyil, sırf bizim qaraciyər proqramını 3 ay dalbadal verməklə sonradan müayinədən keçirdik ki, hər şey qaydasındadır. Ona görə də istəyir ödü götürülən, istəyir ödü olan, öd qatlaşmasından əziyyət çəkən, bariz nümunə özüməm. Hal-hazırda mənim ödümdə heç bir problem yoxdur. Amma vaxtı ikən mən ağır öd qatlaşmasına əziyyət çəkmiş adam olmuşam. Qaraciyərin bir payı, aldığım müalicələr, ağır antibiotiklər nəticəsində bir payı
funksiyasını zəifləmiş bir adam olmuşam. Amma hal-hazırda o problemlərin heç biri məndə yoxdur. Nəyin sayəsində? Sırf bizim qaraciyər məhsullarımız sayəsində. Əlbəttə ki, tək onların deyil, bizim digər təmizləmə vasitələrini də biz vurğulamalıyıq. Burada xüsusilə istokiçistatını nəzərdə tuturuq. Çünki istokiçistatı bizim hüceyrə səviyyəsində təmizlik olduğuna görə bütün orqanlarımız da hüceyrədən təşkil olunub. Ona görə də biz bunu da vurğulamalıyıq. Əla Sevinç xanım, Sevinç xanım operativ işləyir. Bu qədər bizdən. Sualı olanlar varsa buyursunlar. Mikrofonu açsınlar, biz eşidirik. Assalamu aleykum, hamınızı salamlayıram. Mənim adım Aleyküm Cəsarət. salam. Buyurun. Mən istəyirəm ki, Səbinə xanım şəxsiyyət olaraq sual verim. Danışanlara şəxsiyyət sualımı verim ayrıca. Yəni birinci sualım sizə deyil. Səbinə xanım, siz dediniz ki, qaraciyərdə sidik cövhəri var. Ümumiyyətlə onun orada funksiyasını biraz bilmək. Bir də yağlanmasına qarşı nə tədbir görmək? Məsələn, bəzi adamlarda görürsünüz, qaraciyər yağlanması olur. Mən istəyirəm, çox adam bildiyim qədər bu biraz çəkidə olan insanlarda rast gəlmir. Amma mən rast gəlməmişəm, şükür olsun. Məndə çəkim var, amma yox. Təsəvvür, mən bildim. Mən bildim siz nəyə maraqlanırsınız. Demək, birinci növbədə bu orqanizmin özünün funksiyasıdır. Qaraciyər həm ödü ifraz edir. Çox zaman ödü vurğulayırlar, amma sidik cövhərini vurğulamırlar. Amma qaraciyərimizdə sidik cövhəri də formalaşır. Bu nə üçün lazımdır? Bu sidik cövhəri qan vasitəsilə böyrəyə daxil olur və böyrəyin işini stimullaşdırır. Yəni böyrəyə lazım olan o cövhər orada gedən proseslər, yəni sidiyin orqanizmdən uzaqlaşdırılması üçün lazım olan bir cövhərdir və onu da qaraciyər istehsal eləyir. Burada yəni bunun bizə aidiyyatı yoxdur. Yəni Allah tərəfindən yaradılmış orqandır və orqanın funksiyası budur. Yəni birbaşa bəzən olur böyrəyə problemi olan insanlara biz qaraciyərlə bağlı müalicə deyəndə biraz etiraz etmiş olurlar. Amma başa düşmürlər ki, qaraciyərin funksiyasını itirməsi, belə deyək də, zəifləməsi sırf böyrəyin də işinə mane olur. Və bu o deməkdir ki, böyrəkdə gedən proses ondan xəbər verir ki, qaraciyər də yerində belə yaxşı deyil. Yəni onu da müalicə eləmək lazımdır. O ki qaldı digər sualınıza, yəni bu piylənmə ilə bağlı. Ümumiyyətlə qaraciyər piylənməsi heç də kök və xüsusilə kök adamlara şamil edilmir. İnsanlar var ki, arıqdılar, heç bir artıq çəkisi yoxdur, amma piyləmədən əziyyət çəkirlər. Bu bizim vurğuladığımız kimi həyat tərzi, qidalanmağımız, iş rejimi, ümumiyyətlə həyat tərzimiz ümumilikdə buna gətirib çıxarır. Xüsusilə yeməklərimiz və hal-hazırda orqanizmə biz qidalar vasitəsilə lazım olan mineralları, vitaminləri vermədiyimizə görə qaraciyərdə depo yaranmır. Mən bayaq vurğuladım axı, qaraciyərimiz həm də vitamin və mineral deposudur. Həmin depo olmadığına görə və orqanizmə lazım olan mineral və vitaminləri qaraciyər çatdırmadığına görə funksiya dəyişikliyi baş verir və qaraciyərdə o balans pozulur. Artıq qaraciyər özü yağlanmağa başlayır. Bu da bəzi insanlarda çəki artıqlığı verir, bəzi insanlarda gətirir insulin dirəncinə, sonradan şəkərli diabetə, yəni müxtəlif problemlərə gətirib çıxara bilir. Bunun qarşısını almaq olur, çox rahat olmaq olur. Birinci növbədə biz yuxu və qida rejimimizə fikir veririk. Bununla yanaşı bizim məhsullar işləyir. Ümumiyyətlə, belə bir məsələ var ki, istəyir həkim müalicəsi, istəyir bizim məhsullarla müalicə, əgər siz həyat tərzinizi dəyişməyəcəksinizsə, yəni qidalanmağınıza fikir verməyəcəksinizsə, heç bir məhsul sizə kömək etməyəcək. Amma deyək ki, biz həyat tərzimizi dəyişək və heç nə qəbul etməyək, bu hələ tam demək, tam deyil. Ona görə də siz öz nastavnikinizdən, yəni öz rəhbərinizlə danışın. Əgər belə bir problemlə ya siz, ya kimsə rastlaşıbsa, xüsusi proqramlar var. Biz o proqramları təyin edirik. Bir müddət qəbul etdikdən sonra müayinədən keçəndə siz nəticəni görə bilirsiniz. Çox sağ olun. Bir də siz öddən bağlı dediniz, öddən bağlı bir söz dediniz. Yəni bəzən hallarda düz deyirsiz, əməliyyat olunmaq gedir. Bir də xahiş edirəm, mümkünsə o dərmanın adını deyirdiniz. Öddə daşlaşma olur və bəzi insanlarda görürsən. O cümlədə mən daha üzr istəyirəm, həyat yoldaşımda da o şeylər var. Daşlaşma var. Öddə daşlaşma, qatlaşma. Qatlaşma da, hə, belə deyək. Qatlaşma.
Problem personel yoxdur. Onun müalicəsi var Cəsarət bəy. hə, Yenə də deyirəm, şəxsən mən özüm və bir neçə müraciət eləyənlər olub ki, bir neçə deyəndə bir çox müraciət eləyənlər olub ki, ağır öd qatlaşması nə cürdür? Əvvəlcə öd qatlaşır, sonra bunun qarşısı alınmırsa, həmin qatlaşma çevrilir daşa. Və insan məcbur olur ki, ona əgər pristup verirsə, yəni belə deyək, müxtəlif ağrılar və diskomfort yaradırsa, bəlli məsələdir ki, həkim bunun çarəsini ancaq əməliyyat edib ödü götürməkdə görür. Amma çox gözəl. biz çalışmalıyıq ki, həmin o qatlaşmanı aradan qaldıraq ki, adı üstündə əməliyyata getməyək. Əməliyyatdır. Ola bilər son zamanlar deyirlər ki, öd əməliyyatını artıq ağır əməliyyatlar siyahısına çıxarıb yüngül əməliyyat belə deyək də, estetik əməliyyatlar siyahısına salmaq istəyirlər, amma yenə də biz orqanizmə müdaxilə edirik. Yəni Allahın yaratdığı vahid orqana biz müdaxilə etmiş oluruq. Hər bir orqan müəyyən bir funksiyanı yerinə yetirmək üçün insan orqanizmindədir. Onun götürülməsi düzdür, başa düşürəm. Bəzi insanlar var ki, şəxsən mənim öz anamda məcbur idik götürməyə. Çünki daş böyük idi, yola yaxın idi və hər an o yola düşüb sarılıq əmələ gətirə bilərdi. Amma bu qatlaşma mərhələsindədirsə, məsləhət görürəm ki, siz müalicə alın. Sinkraftal 4-ün yəqin siz adını öyrənmək istəyirdiniz. Amma bununla yanaşı mütləq şəkildə sinkraftal 4-dür. Nömrə 6 çaydır, EPAM 4-dür. Sonra mərhələli şəkildə trigelimdir, bunun dalınca istokiçistatıdır. Ona görə müxtəlif sorbentlərimiz var, olar. Ona görə deyirəm ki, siz öz nastavnikinizlə danışın, sizə proqram təyin etsin, rahat şəkildə qəbul eləyin və gözəl də nəticə alacaqsınız. Çox sağ olun Səbinə xanım. Buyurun, Mənim sualım Sevinç xanımadır. Sevinç xanımadır sualım. buyurun. Sevinç xanım, siz dediniz ki, hepatit B nəticəsində siz kökəlmisiniz, yəni çək almısınız da, elə söylədiniz, yəni mən səhv eləmirəmsə. Sevinç xanım, amma sizin kimi yox, hepatit B yox, C olan şəxs var, mən 2 nəfər tanıyıram. İnanıram, hardasa bir bayramda yanıma gəlmişdi. Nə gündə də ağırlıqlı var. Mənə qayıt dedi ki, sən mənim kök baxımı görürsən. Yəni o adam çox ciddi rejimli bir şeydir. Yəni bu hepatitlərdə fərq var. Yəni birində kökəlmə verir, birində arıqlama verir. Yəni fərq var onların içində. Onu bilmək istəyirəm Sevinç xanım, bir dənə zəhmət olmasın. Bəli, olur. İnsan orqanizması Səbinə xanım vurğuladığı kimi qaraciyərdə piyələnmə necə ki, arıq və kök adamlarda olmadığı kimi, yəni fərqi yoxdur. Arıqda da eyni zamanda ola bilər, inci adamda, eyni zamanda kök adamda da ola bilər piyələnmə. Eyni zamanda belə bir şey ola bilər, bəli. Məndə belə deyək də, maddələrin maddəsi tamamilə pozulmuşdu. Eyni zamanda da məndə artıq çəkini bəli yaratmışdı. Amma olur, bəli, əlbəttə ki olur. Çünki belə deyək, insan orqanizması, onun məsələn maddələrin metabolizması düzgün işləyə bilər. Məndə tam olaraq insulin dirənci də var idi. Yəni məndə beyinlə belə deyək bağlı problem də var idi ki, məsələn beyinə siqnal çatmırdı. Yəni yedikcə yeyirdim, orqanizma tamamilə belə deyək də funksiyasını itirmişdi. Kilolu həm də belə deyək də o genlə də əlaqədardır. Mən gencə olanda, məsələn, bizim ailə tərəfdə, elə bil ata tərəf, ana tərəf kilolu olublar deyə mən ona da çəkirəm. Yəni ki, kiloluğum məni heç vaxt narahat etmirdi ki, məsələn, mən bu problemi yaşayam. Yəni mənə adiyyəti yox idi. Amma həddindən artıq məndə belə artıq çəkinin olması və belə deyək, oynaqlarımda ağrı, ondan sonra göz nahiyəmdə sarılıq tutması, belə saralması, dırnağımın saralması, bəli, üzümün ləkəsi bunu belə deyək də büruzə verdi. Amma belə ola bilər ki, bəli, o insan da hepatit C-dən əziyyət çəkirsə, mən özüm də bizim belə deyək də hepatoloqun yanında olanda bir nəfər də gəlmişdi. Bəli, onun tamamilə funksiyası siz dediyiniz kimi, yəni incə insan idi, heç cürə belə deyək də baxırdınız, yəni artıq çəkisi yoxdur, amma hepatit B ilə, eyni zamanda hepatit C ilə müraciət eləmişdi. Dediyim kimi genlə də əlaqədar ola bilər, bir də maddələr müəddəsinə. İnsan ola bilər ki, metabolizması yaxşı işləyir, yəni baxmayaraq ki, o funksiyanı belə deyək də, orqanizmada olan problem yaranıbdır, amma məsələn, belə deyək də, metabolizma düzgün işləyir. Məndə metabolizma da düzgün işləmirdi, mədə bağırsaq traktında da problem var idi deyə, ona görə məndə cəm olaraq bu problem yaranmışdı. Bağışlayın, sonra düzgün işləmir deyəndə, misal üçün belə deyək də, üzr istəyirəm, çörə belə normal, hər gün çörə gedir, yoxsa şey əmələ gəlir də, yəni tutulma əmələ gəlir. Yəni belə şeydir. Məsələn, məndə mən müdaxilə etmək istəyirəm Cəsarət bəyin sözünə. Demək, bir şey deyim, hər orqanizm individualdır. Yəni bu deməkdir ki, hər orqanizm bütün xəstələri, eyni xəstəliyi iki orqanizm fərqli qəbul eləyə bilər.
Hepatit B virus mənşəlidir və orqanizmdə qalır. Onu yəni nə qədər müalicə eləsələr də o orqanizmdə qalır. Sadəcə onu hər zaman belə deyək, lora şəkildə deyək ki, dəyənəyə əlində dayanıb Sevinç xanım. Onu baş qaldırmağa qoymur. Amma hepatit C müalicə olunandır. Sadəcə müalicəsi çox gedəndir və ona səbr lazımdır. Səbirdən əlavə də deyilənlərə riayət etmək məsələsi var. Müalicə olunandır. Hər ikisi virus mənşəlidir və orqanizmə müxtəlif cür. Ola bilər ki, məsələn, bir adamda arıqlıqdır, onsuz da hepatit C-nin, yəqin ki, sizin tanışdığınız hepatit C-nin son mərhələsinə çatıb. Ona görə də o cür arıqdır. Üzr Bəli, istəyirəm, ona mütləq şəkildə müdaxilə lazımdır. Və o orqanizm siz verdiyiniz suala gəldikdə isə, əgər qaraciyərdə problem varsa, birbaşa mədə-bağırsaq da pozulacaq. Yəni mümkün deyil ki, qaraciyər orada xəstələnsin, mədə-bağırsaq normal işləsin. Və onun normal işləyib o siz dediyiniz məsələ belə bir məsələdir ki, hər kəsin bir cür ola bilər. Ola bilər ki, mədə-bağırsaq belə deyək, normal işləyir. Necə normal işləyir? Yəni bağırsaq hər gün bayıra çıxır, təmizlənir, amma bu demək deyil ki, bağırsaq düzgün işləyir. Yəni onu ondan ölçməyək. Hər bir halda qəbizlik, hər bir halda problemdir. Amma insan var ki, bağırsağında mikroflora bərbad vəziyyətdədir, amma hər gün bayıra çıxır. Bu demək deyil ki, yəni hər şey qaydasındadır. Bunu ondan ölçməyək. Ona görə də çalışın öz nastavnikinizdən problemləri, çünki belə ümumilikdə deyirik biz. Ümumilikdə axı hər adama aid olmur o. Ona görə məsləhətdir ki, siz o incəlikləri, xırdalıqları öz nastavnikinizdən danışın. Çünki hər bir adama xüsusi yanaşılır, yəni fərdi yanaşılır. Sözünüzə qüvvət, Səbinə xanım. Yəni ki, mənim özümlə bərabər, mən müalicə olan müddətlərdə, yəni bir xanım da müraciət etmişdi. Eyni mən qaydada, yəni ki, belə deyək, əlamətlər var idi, amma bir dənə köklükdən başqa. Yəni artıq çəkidən başqa. O da sizin dediyiniz kimi, yəni individual onsuz da biz fərqlər olaraq orqanizmə individual yanaşırıq. Amma o xanımda özü dediyinə görə, yəni məddədə elə bir problem yox idi. Yəni maddələrin maddəsi düzgün işləyirdi. Yəni vaxtında qidalanması da normal idi. Özü danışdı. Mən deyəndə ki, mənim çəkim çoxdur. Yəni sizlə niyə bu qədər azdır? Hələ mən bu şirkəti tanımırdım da. Yəni dedi ki, mən də normalda az yeyirəm, az müddətdə yeyirəm, sadəcə olaraq heç cürə gözləmirdim, yəni belə bir problem yaranır. Mədəsi düzgün işləyir. Düzdür, siz dediyin kimi, mən özüm də bir vaxt dedim ki, yəni mədə artıq mədə-altı vəzdə problem yaranıbsa, qaraciyər artıq öz, belə deyək də, ondan payını götürübdür. Ona görə maddələr insan orqanizmasında, məsələn, metabolizma düzgün işləyirsə, onda biraz düzgün işləyib deyə, yəni formaca yaxşı qalır. Amma mən də dediyim kimi, genetikada da olduğu kimi kilo artıq çəkim var idi. Mənə o qədər də təsir etməmişdi, bildirmirdik. Yəni artıq çəki bundan ola bilər. Tamam, aydındır. Başlı bir dənə sözü kəsirəm. Səbinə xanım, mən ikide bir şeydir. Məsələn, mən o 6 çayından istifadə edirəm. Ramazan boyu istifadə edirəm 6 çayından. Yəni çox gözəl. Çox effektiv gördüm. Nə tər effektiv gördüm? Siz bağışlayın məni. Məsələn, mən hər Ramazan başlayanda mənim yanımda ümumidimim, mənim tetrasiklim hazır olmalıydı. Bəlli məsələ. Demək ki, kompleks müalicə götürün. Mən sizə məsləhət görürəm. Kompleks müalicə götürün ki, növbəti Ramazana inşallah Allah ömür versin. Növbəti Ramazana artıq siz o dərmanlardan uzaq durasınız. Elə nömrə 6 çayla kifayət edəcək. Çünki nömrə 6 çay həzm prosesini yaxşılaşdırır. Ümumilikdə təkcə qaraciyəri deyil, həm də mədə-bağırsaq. Mən bayaq sadaladım axı. Zəhra xanım onun tərkibindəki bitkiləri sadalayanda siz artıq bilməliydiniz. Qarğıdalı saçalını biz çox yaxşı tanıyırıq. Böyrəyə təsir edir. Bəli. Davam edin. Mən Sevinç xanımı, mən bilsin niyə görə Sevinç xanıma sual verdim. Və Sevinç xanım deyir ki, məndə o problem yananda mən o hiss elədim. Amma mənim o yaxın adam, tanıdığım adam, təsəvvür edin ki, ona hətta mənim yaxın adamımdır. Mənə zəng elədilər ki, vəziyyəti ağır xəstəxanada ölüm ayağındadır. Yəni, mən ona görə çox sual verdim ki, məsələn, bu qaraciyərdə, bu serozda, bu əmələ gələndə, bunu, məsələn, Sevinç xanım hiss edibsə, bu adamlar niyə hiss edib? Mən o Sevinç xanım da müayinə əsasında üzə çıxıb. Sevinç xanım da bilməyib. Müayinə əsasında. Müayinə əsasında üzə çıxıb. Bəli. Ölümə qədər getmişdi. Yəni, dedilər ki, özə yer hazırlayırlardı ki, sabah gəlsin, aparsın, meyid. Bəs Cəsarət bəy, bizim bu təlimlərin də xüsusi əhəmiyyəti ondan ibarətdir ki, biz insanları maarifləndirməklə məşğuluq. Siz də bu təlimlərə qatılmaqla bunları öyrənib ətrafınızdakı insanlara, bütün
hamımızı, bütün insanları o təhlükə gözləyir. Çünki yenə də deyirəm, şəraitimiz, qidalarımız hamısı bərbad vəziyyətdədir. Ona görə də biz bunu maariflənməliyik və ətrafımıza bilməliyik. Çox sağ Aha. olun. Buyurun, buyurun. Başqa sualları olan? Səbilə xanım, bir dənə əlavə dedim, bayaq dediniz, Trigeyli. Mütləq, yəni ki, indi Cəsarət bəy kimi insanlar var ki, məsələn, əhatəsində elə adamlar var da, mütləq birinci növbədə bizdə vasitə təmizləmə vasitəsindən gedir. Yəni, məsələn, bir insan qaraciyərin o qədər problemi var, bir dənə çayı alıb içməklə istədiyi funksiyanı yerinə yetirməz təbii ki. İstədiyi Bəli, nəticə. məsələn. Ona görə təmizləmə mütləq deyil. Bax, bunun tərkibində də, yəni düzdür, mövzu Trigeylimlə getmir, amma tərkibində enginar var. Qaraciyəri müdafiə etmək üçün birbaşa məhsullar var. Yəni təmizləyir orqanizmanı. Yəni mütləqdir ki, yəni qaraciyərin qurdunu da qovur. Elə çay nömrə 6 da onun kimi. Yəni Bəli, məsələn. bir də onu da deyim ki, yəni individual yanaşmamız mütləq. Yəni mən mənim başqa bir şirkətin əməkdaşı idim. Yəni də bundan öncə orada testdən keçməsəydim, yenə də bilmirdim. Yenə də getməsəm mən bilməzdim. Yəni Biz vurğuladıq axı, lal orqandır. Ona görə də daimi insan özünü bilməlidir və həmişə təmizlik məhsulları əlinin altında olmalıdır. Çünki biz buradan təmizlik vasitələrindən istifadə edirik, yəni təmizlik məhsullarından istifadə edirik, amma o tərəfdən də havanı da uduruq, həmin qidaları da yeyirik, nə qədər özümüzü çalışsa da uzaq tuta bilmirik. Ona görə də əgər əvvəllər məsəl üçün təmizliyi ildə 2 dəfə, 3 dəfə məsləhət görürdülərsə, mən indi həmişə deyirəm, çalışın əlinizin altında həmişə hər hansı bir təmizlik məhsulumuz olsun. Sorbentlər ola bilər, trigelim ola bilər, istoik çistatı ola bilər. Mən şəxsən istoik çistatını demək olar ki, 1 ay fasilələrlə içirəm. Yəni 1 ay fasilə verdim, yenə təzədən başlayıram. Çünki problemlər adama gəldikdən sonra, yəni orqanizm pozulduqdan sonra onu geri qaytarmaq çox çətin olur. Ən yaxşısı bəri başdan qarşısını almaqdır. Buyursunlar, bəlkə başqa sual verənlər var. Gözləyirlər. Bayaqdan söhbət uzandı. Əgər sualları olan yoxdursa, inşallah mövzunu bağlayaq Allahın izni ilə. Rəhbərlərimiz Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir Arifə xanım. Mən bir dənə bir söz demək istəyirəm. Buyurun. Bir Buyurun. insan ki, məsələn, xəbərləri olmur, qanlarında infeksiya olur və qaraciyərdə də demək piylənmə olur. Bunların qanda əgər infeksiya varsa və qaraciyərdə də əgər piylənmə varsa, bu onun sonuna kimi gətirib çıxarda bilər ki, o qaraciyər sirroz olsun. Arifə xanım, qarşısı alınmazsa, sirroz deyil, o xərçəngə qədər gətirib çıxara bilər. Əgər qarşısı alınmazsa. Bunu əgər insan bilirsə və bunun qarşısını mütləq almalıdır. Çünki qanın zəhərlənməsi nə deməkdir? Siz təsəvvür ki, bütün orqana hər şey, bütün maddələr nə ilə gedir? Qanla gedir. Qan qida vasitəsidir orqanizmin. O zəhər bütün orqanlara gedirsə, bəlli məsələ. Harda nə zəif yer varsa vurub çıxardacaq üzə. Yəni Ona görə siz elə adamlara məsləhət görün ki, bizim məhsulları ardıcıl olaraq içsinlər, kompleks şəkildə içsinlər və o vəziyyətə özlərini aparıb çıxarmasınlar. Allah hamıya şəfa versin, əgər kimsə xəstələr varsa. Amin inşallah. Həqiqətən sağlamlıqdan gözəl bir şey yoxdur. Düzdür, sağlamlıq böyük bir nemətdir. Mənim anam da özü həmişə, yəni ki, həmişə deyirdi ki, ağzım zəhər kimidir, ağzım zəhər kimi. Bu sözü çox tez-tez deyir. Sonra o, yəni sirroza çevirdi. Evet, qaraciyər. Yəni ki, Allah rəhmət eləsin, amma ki, Allah rəhmət eləsin. sağlamlıq arzulayıram hamın. Necə deyim, Sevinç xanımın da o gün olsun ki, üzü elə sevinsin ki, desin ki, mən hepatit B daha deyiləm. Yəni məndə daha bu şey heç yoxdur. Yəni mən ona arzulayıram hamısını. Çox sevirəm. Sağ olun. Çox sağ olun Arifə xanım. Çox sağ olun. Allah razı olsun. Bir dənə motivasiya bir söz deyə, yəni əgər sualı da olmayan olan varsa deyilsin, olmayansa yaxınlaşdıraq. Bir dənə mənim sualım var. Olar? Bəli, buyurun. Xeyir olsun komanda. Bu qaraciyər piylənməsi məndə də var. Bir də qaraciyər böyüməsi. Səbinə xanım, bu sualı vermək istəyirəm ki, bu qaraciyər piylənməsi ilə, yəni bu qaraciyər böyüyür. Yəni əgər müalicə eləyib qaraciyər piylənməsi getsə, böyümə də yığılıb öz yerini tutur, yoxsa elə necə böyüyübsə elə vəziyyətdə qalır. Bir dənə onu öyrənmək istəyərdim. Qabırğanın altı hətta. Alt hissəsən. Demək, Əsmər xanım, bu qaraciyər böyüməsi də
mən sizə bir şey deyim də, qaraciyərin çalışmaq lazımdır ki, əgər böyüyübsə bundan artığını belə deyək də bloka alasınız. Çünki qaraciyər elə bir orqandır ki, onun hüceyrələri pozulduqda, piylənmə də onun hüceyrələrini pozurdu. Ona görə piylənməni belə ağır bir proses kimi insanları qorxudaraq. Çünki insan qorxmasa müalicə eləmir. Yəni əslində qaraciyər piylənməsi heç də yaxşı bir şey deyil. İstir arıq insan, istir kök insan fərqi yoxdur. İstir sağlam, istir hər hansı bir xəstəliyi olan. Qaraciyər piylənməsi varsa bunun qarşısını almaq lazımdır. O zaman siz onsuz da müalicə eləyəndə, qaraciyər piylənməsini müalicə eləyəndə, qaraciyərin funksiyasını tam bərpa etmiş olursunuz, düzdür? Onun böyüməsi dayanır. İndi ola bilər forması kiçilsin, əvvəlki qaydasına düşsün. Çünki qaraciyər özünü regenerasiya eləyən orqandır axı biz bilirik. Çünki qaraciyər olur ki, əməliyyat olunur, bir hissəsi kəsilir və bir müddətdən sonra öz yerini alır. Yəni elastik orqan olduğuna görə ola bilər olsun. Amma hər bir halda siz onun bundan artıq böyüməsinin qarşısını almalısınız. Ona görə də çalışmaq lazımdır ki, məhsulları vaxtında içəsiniz və qaraciyərin mən bir şey vurğulayım ki, ümumiyyətlə qaraciyəri çalışmaq lazımdır ki, həmişə möhkəm saxlayaq. Əgər qaraciyərdə gedən hər hansı bir dəyişiklik oldusa, orqanizm bunu belə loro şəkildə deyim də, oturub gözləmir ki, kimsə müdaxilə eləsin. Orqanizm özü ora müdaxilə eləyir. Amma bu zaman neynir? Ora elə bir möhkəm bağ sarır ki, ora. Bağlarla bağlayır həmin hüceyrələri. Və o bağ artıq möhkəm olduğuna görə qaraciyər öz işini görə bilmir. Yəni bu fibroz, bəzən deyirlər qaraciyərin fibrozu. Bax, fibroz prosesi budur. Ona görə də çalışmaq lazımdır ki, elə əvvəldən qaraciyərdə bir balaca piylənmə, bir balaca hər hansı bir payında zəiflik falan hiss olunursa, o dəqiqə müdaxilə olunsun. Mütləq şəkildə. Qaraciyər proqramını daxil, özü sizdə şəkər də var da, düzdür Esmira xanım? Ona görə Əvvəl mənim, məsəl üçün, üzr istəyirəm, qabırğamın altında ağrılar var idi. Yəni, mən həkimə zada gedirdim, eləyirdim, bundan müalicə zad da yazmışdı, sonra gəldim bizim sivir məhsullarla götürdüm də mən. Mən sivir məhsulları içəndən orada o qabırğamın əlində bir dəfə elə bir nəsə sıxılır, ağrı verir. Ağrı verir, ondan sonra getdim müzeyəsi aldım, dedilər ki, böyümə də var, piylənmə də var. Amma indi siniftal 4-dür, müalicə kurslarını zadı elə, indi o sıxıntı məndə yoxdur. Yəni sıxılmır. Ona görə ola bilər. Ola bilər, əlbəttə, bəs mən də onu deyirəm. Sadəcə yenə də deyirəm, hər orqanizm individualdır. Mən deyim ki, konkret 100% sizdə o balacalaşıcı əvvəlki vəziyyətinə qayıdacaq. Bu, belə deyək də, bir mənalı söz deyil. Ona görə sizə nə lazımdır? Fakt o, indi özünüzü yaxşı hiss edirsiniz, siz özü gələndən bir xeyli də çəki atmışsınız, düz deyil. O demək ki, onu normada saxlayırsınızsa, o sizə ziyan eləməyəcək. Sadəcə nəzarətdə saxlayın. Vaxtı-vaxtında müayinələrdən keçin, vaxtı-vaxtında məhsulları için. Sağ olun, çox sağ olun, Allah razı olsun. Cümləmizdən. Başqa sualı olan? Olan yoxdursa, biz yekunlaşdıraq. Bir dənə motivasiya ilə yekunlaşdırmaq istəyirdim Arifə xanımın sözünə qüvvət. Yəni, heç hiss etmirəm ki, məndə hepatit B var. Heç hiss etmirəm. Yəni, çalışın, kimdə də bu problem varsa, olmasın heç. Varsa da onu yox kimi bilin. Yox sayın, o tamamilə belə deyək də özünüzdə motivasiya olacaq. Yəni, çox rahat olacaq insan. Yəni ki, mən qətiyyən bilmirəm. Qətiyyən. Araşdırmalar da baxanda deyirəm, məndə deyil bu. Məndə deyil. Məsələn, bugün biraz araşdırma etdim. Məndə deyil bu. Məndə yoxdur. Özünüzdən də. Beyni yönləndirirsən, Sevinç xanım. Artıq beyni yönləndirdiyinizə görə bu ümumiyyətlə insan geri düşünməsin ki, mən xəstəyəm. Çünki xəstə düşüncəsi ilə insan həqiqətən də xəstə olur. Şükür Allaha ki, əlimizdə belə gözəl məhsullar var. Belə gözəl tərkibə malik olan məhsullar var. İçirik, biz sağlam oluruq və ətrafımızdakı insanlara da bunu aşılamağa çalışırıq. Hansı baxılırsınız, yeməkdə necə riayət edirsiniz yeməklərinizdə? O adam çox Sevinç xanımdan soruşmaq. Siz riayət edirsiniz də yeməklərə? Bəli, əlbəttə ki, bayaq bir söz deyildi, Səbinə xanım buyurdu ki, yəni əgər biz qidalarımıza diqqət eləməsək, məhsulları istifadə etsək də xeyir görməyəcəyik. Paralel şəkildə olmalıdır. Paralel şəkildə. Siz həkimə də gedəndə həkim deyir ki, diyetə yazın mütləq. Hansı bir müalicə ilə bərabər pəhrizə də riayət etmək mütləqdir.
Ona görə də hər kəs, yəni ki, istər hansı bir qaraciyər olmasın, digər problemlərlə üzləşən hər bir insan pəhrizinə mütləq əməl etməlidir, yuxu rejiminə də əməl etməlidir mütləq. Bəli, mən də riayət eləyirəm. Bu qədər Başqa Sevinç xanım. suallar Biz var? sağollaşaq. Məncə suallar yoxdur artıq. Suallar yoxdur. Sağollaşaq. Kəsi. Hər kəsin gecəsi xeyrə qalsın. Çalışaq ki, sağlam qalaq. Xeyrə Amin. qarşı. Çox sağ olun. Çox sağ Gözəl. olun. Gecəniz Xanımlar, xeyir. təşəkkürlər. Buyurun Aydan xanım, sizə təşəkkürlər. Sağ olun. Sağ olun.